Son illər Rusiya-Ukrayna müharibəsində hər iki tərəfdən döyüşlərə qatılan, onlarla Azərbaycanlının həlak olması və etkin düşməsi barədə mediada üzücü məlumatlar yayılır. Müharibəyə könüllü və ya yaşadığı dövlətin tələbi ilə qoşulan həm yerlərimizlə yanaşı Azərbaycan vətəndaşlarının muzlu şərtlərlə əməliyyatlara cəlb olunması da inkar edilməzdir. Sosial şəbəkələrdə kəşfiyyat mərkəzlərinə bağlı olduğu şübhə doğurmayan səhvələr, hədəfli reklamlar, müqavilə ilə xidmət, iş və ya təlim adı altında yığım kampaniyası aparırlar. Həm yerlərimiz bəzən döyüş bölgələrinə müraciət yayaraq şirinlikləndirici vədlərin yalan məngənəsindən çıxmaq üçün kömək istəyirlər. Rəsmi statistika olmadığından hərbi təşkilatların verdiyi rəqəmlərə görə yüzlərlə soydaşımız və vətəndaşımız qarşı səngərlərdə döyüşürlər. Azərbaycan dövləti xüsusilə Suriyada IŞİD bayrağı qaldırılarkən qanunvericiliyi sərtləşdirdi. Xaricdə hərbi birləşmələrə qoşulanların fəaliyyətini terrorçuluq əməli kimi ən sərt cəza ilə, o cümlədən vətəndaşlıqdan məhrum etməklə qiymətləndirdi. Xatırladaq ki, o dövrdə DTX-nın yaydığı məlumatlarda yaxın şərqdə 900-dən artıq vətəndaşımızın döyüşdüyü göstərilirdi. Onda torpaqlarımız işğal altındaydı və həmin oğullara əlahiddə ehtiyacımız vardı. İndi vətən müharibəsində peşəkarlıq qazanan şəxsləri Ukrayna müharibəsində cəlb eləyənlər, qardaşı-qardaşa atəş açdıranlar təkcə onların ailələrinə deyil, həm də dövlətimizə hərbi siyasi zərbə vururlar. Əməliyyatlarda həyatını itirən və cənazələri ölkəmizə gətirilən şəxslərin, yaxınlarının, qohumlarının nədən ötürü, kimin uğrunda suallarına hakimiyyət orqanlarının açıq münasibət bildirməsi vətəndaşlarımızı cinayət yolundan daşındırardı. Təkcə Müdafiə Nazirliyinin, yaxud hüquq mühafizə prokurorluq orqanlarının deyil, həm də siyasi qiymətləndirmə tələb edən məsələ, geniş ictimaiyyətin, kütləvi informasiya vasitələrinin, həmçinin tanınmış hərbçilərimizin fəal mövqe bildirməsinə ehtiyac var ki, yüzlərlə insan bundan daşınardı. Bir vaxtlar Suriyaya cənnət ümidi ilə gedənlərin son 4 ildə 2 Slavyan qardaşın müharibəsində dini müqəddəslik axtarışlarına da yer yoxdur. Ən böyük itki Qarabağda hərbi təcrübə qazanan peşəkar şəxslərin aylıq muz müqabilində döyüşlərə qatılmasıdır. Görünür, xarici kəşfiyyat mərkəzlərinin məqsədi həm də vətən müharibəsində iştirak edən və qalib ordu imici qazanan oğulları qəsbkarlıq müharibəsində qoşmaqla nüfuz itkisinə məruz qoymaqdır. Nəticədə təkcə millətimizin deyil, həm də ordumuzun itkisini yaşayırıq. Mediada ictimailəşən ölüm faktları ilə yanaşı, itkin və əsir düşən həmvətənlərimizin bir çox haqqında heç bir məlumat yoxdur. Yaralanaraq ölkəyə dönən, lakin müharibənin amansız təsirlərini beyinlərində daşıyan şəxslər, ailələri və cəmiyyət üçün ağır mənəvi sosial sarsıntıdır. Gələcəkdə radikal qruplara qoşulma riskidir. Dövlət təhlükəsizlik orqanları haqlı olaraq keçmiş Vagnerçiləri həbs eləməklə bütün vətəndaşlarımıza və həmyerlərimizə çağırış elədi. Bizim vətən müharibəmiz Qarabağdır, torpaqlarımızın azadlığıdır. Terror təşkilatları ilə müxtəlif dövlətlərin nizami orduları tərkibində iştirak eləmək əslində eyni məsuliyyətli əməldir. Kampaniyanın arxasında üçüncü dövlətlərin dayandığına şübhə yoxdur. Rusiya-Ukrayna müharibəsində həyatını itirən vətəndaşlarımız şəhid deyil. Onları təşviq edənlər genofondumuza zərbə vururlar. Biz şəhid adını yalnız vətənin müdafiəsində canını verənlər üçün deyirik. Yalnız qardaş Türkiyə uğrunda dövlətimizdən qərar gözləmədən müharibəyə qoşulmaq Çanaqqala savaşındakı kimi müqəddəs işdir. Vətən müharibəsinin qəhrəmanları ilə yad döyüşdə ölənləri bir tutmaq torpaqlarımız üçün canından keçən oğulların ruhunu incitməkdir. Azərbaycan dövləti rəsmən heç bir dövlətin müharibəsində hərbi müttəfiq kimi iştirak eləmir. Ona görə də biz çox arzuluyuruq və çağırış edirik ki, Ali Baş Komandanın əmr vermədiyi savaşlara nə vətəndaşlarımız, nə də soydaşlarımız qoşulmasınlar.